Gəlin bir poliglotun dilinə baxaq. Koreya dilini tədris edirəm, ingiliscəmi təkmilləşdirirəm və ispan dilini öyrənirəm. Чуги говорили да. Обратите внимание, пишем. Günüm Koreya dilini tədris etməklə başlayır. Burada rus dilli qrupdur, ona görə rus dilindən də istifadə etmiş oluram. Daha sonra fasilədə vaxtdan səmərəli istifadə edərək, podkast dinləyərək müəyyən sözləri yazıram. Начинаем. Burada da növbəti gözəl qızlarımla dərsə başlayırıq. Daha sonra keçid edirəm sözləri təkrarlamağa. Burada qərar verirəm ki, bu dəfə sırf toya aid sözləri təkrarlayım. Həmçinin də podkastı da bu mövzuda dinləyim ki, daha da yaxşı yadımda qalsın. Bu isə Azərbaycanlı olduğunu demədən göstər videosudur. Çay içərək təbii ki də bəzi az işlətdiyim sözləri qeyd etməyə başlayıram. Daha sonra yemək yeyərək Koreya serialı, yəni K-drama izləyirəm. Bunu da orijinalda və Koreya dilində alt yazılarla izləyirəm. Digər işlərimi gördükdən sonra da axşam da yeni qaydada K-drama izləyirəm. Daha sonra ispan dilini Duolingo ilə məşq etməyə çalışıram. Videoda qeyd etməsəm də gün ərzində rus dilindən Azərbaycan dilinə də tərcümələr etmişdim. Həm yazılı, həm şifahi formada. Həmçinin ingilis dilini də müəyyən dərəcədə istifadə etmiş oluram və beləliklə sırf bu gün ərzində bildiyim dillərdən 5 dili istifadə etmiş oluram. İndi isə sıra sizindir. Bəs siz hansı dilləri bilirsiniz və gündəlik olaraq hansıları istifadə edirsiniz?